göstərib ki, çoxsaylı şəxslərdən ibarət mütəşəkkil dəstə həssas əhali qrupuna aid və hüquqi bilikləri az olan insanlara aldadaraq onların adlarına şirkətlər və sahibkar kimi qeydiyyatlar açıblar. Bu şirkətlər vasitəsilə saxta maliyyə əməliyyatları aparıblar. Ümumilikdə 300-dən çox şəxsin adından 777 hüquqi şəxs və 103 fiziki şəxs yaradılıb. Bu yolla dövlətin maliyyə nəzarətinə zərbə vurulub və ümumilikdə ölkə iqtisadiyyatına 81,5 milyon manatdan çox zərər dəyib. İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri əldə etdikləri pulları gizlətmək üçün onları müxtəlif yollarla köçürüb və legallaşdırıblar. Bundan əlavə 8 milyon manatdan çox əlavə dəyər vergisinin dələduzluq yolu ilə mənimsənildiyi müəyyən olunub. Cinayətdə iştirak edən 30 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 10 nəfər məhkəmənin qərarı ilə həbs olunub, qalan şəxsləri isə digər qətimkan tədbirləri seçilib. Bəzi şübhəlilər barəsində isə axtarış elan olunub. Hazırda istintaq davam edir. Baş prokurorluq vətəndaşlara xəbərdarlıq eləyib ki, heç bir maddi vəd qarşılığında öz adlarına şirkət və ya fərdi sahibkar olaraq qeydiyyatdan keçirməsinlər, asan imza mobil nömrələrini və mühürlərini başqalarına verməsinlər. Bildirilir ki, bu kimi hallarda vətəndaşlar vergi və məhkəmə məsuliyyətinə cəlb oluna, ölkədən çıxışına qadağa qoyula və cinayət işlərində iştirakçı kimi tanına bilərlər.